Xalqa, dövlətə və prezidentin siyasi kursuna sədaqətli xidmətin nümunəsi millət vəkili Fatma Yıldırım. Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Bərdə şəhərindən millət vəkili seçilmiş Fatma Yıldırım dövlətə və xalqa sədaqətli xidmət prinsipləri əsasında fəaliyyət göstərən, yüksək vətənpərvərlik və məsuliyyət hissi ilə seçilən siyasətçilərdəndir. Millət vəkili Fatma Yıldırım fəaliyyətində hər zaman Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasi kursa dəstək göstərmiş. Bu kursun bölgələrdə layiqincə təbliği və tətbiqi istiqamətində fəallıq nümayiş etdirmişdir. O, prezidentin xalq üçün, xalqla birgə prinsipini əsas götürərək daim seçiciləri ilə birbaşa təmasda olur. Onların sosial rifahının yaxşılaşdırılması, problemlərinin operativ həlli və ümumi inkişaf proseslərinə cəlb olunması istiqamətində mühüm addımlar atır. Fatma Yıldırımın fəaliyyətində insan amili, vicdanla xidmət və xalqa sadiqlik əsas yer tutur. Onun Bərdə rayonunda həyata keçirdiyi sosial layihələr, vətəndaş qəbulları və bölgənin inkişafına yönəlmiş təşəbbüsləri əhali tərəfindən rəğbətlə qarşılanır və yüksək qiymətləndirilir. Millət vəkilinin həm parlamentdə, həm də bölgədəki fəaliyyəti bir daha göstərir ki, Fatma Yıldırım dövlətə, xalqına və prezidentin müəyyən etdiyi strateji inkişaf xəttinə sədaqətlə xidmət edən fədakar və peşəkar bir siyasətçidir. Bu sədaqət, vicdanla xidmət və xalqa bağlılıq onun ictimai nüfuzunu daha da artırmaqla yanaşı, gənc nəsil üçün də örnək bir model yaradır. Bizdə Bərdə şəhərindən millət vəkili seçilmiş hörmətli Fatma xanım Yıldırıma hər zaman dövlətimizə, xalqımıza və cənab prezidentimiz İlham Əliyevin siyasi kursuna daima sədaqətlə, vicdanla xidmətlərinə görə öz dərin təşəkkürümüzü bildiririk.